Əsl dəniz krevetkasında xüsusi bir spesifik dəniz qoxusu var. Təbii ki, bu məhsula yüksək zülal var, vitaminlər var, omega 3 yağ turşuları zəngindir. Amma bəzən bazarlarda saxta krevetka və yaxud əvəzləyicilər ola bilər ki, olsun. Yəni bu sosial şəbəkələrdə falan ola bilər ki, indi satışa çıxarsınlar. Amma Qida Təhlükəsizliyi Agentliyi həmişə bu məhsullara qarşı xüsusi bir planlaşdırılmış və yaxud plandan kənar reydlər aparırlar. Və mütləq məhsulun markalanması, məhsulu satılan qabın, qablaşdırmanın üzərində məhsul haqqında tam dəqiq məlumat olmalıdır ki, müştəri, istehlakçı bunu alanda oxusun və bundan məlumatlı olsun. Və əvəzləyici məhsulların riski burada rəngləndirici ola bilər, burada müxtəlif konservantlar ola bilər, burada müxtəlif qatıqlar ola bilər. Bundan müştərinin xəbəri olmalıdır və müştəri bunun haqqında tam məlumat almalıdır. Digər bir səbəbdə əsl krevetka incə lifli olur. Sanki bir ağ səhrayı rəngdə. Amma süni krevetka və yaxud emal olmuş məhsullar sanki bir plastik olur və bir balaca da hamar bərkliyə malik olur. Bayaq dediyim kimi, təbii krevetkadan təmiz dəniz qoxusu mütləq var, amma sünidə bu qoxu olmur. Bir məsələ də bu saxlama məsələsinə mən vurğulayım ki, soyuq qida zəncirinə birmənalı şəkildə əməl olunması artıq burada krevetkanın tərkibində, məhsulun tərkibində müxtəlif dəyişikliyə səbəb ola bilər. Əgər əməl olunmarsa, dəfələrlə krevetkanı çox əridib yenidən dondurma məsələsi olarsa, burada artıq dad və toxuma dəyişə biləcək, keyfiyyət aşağı düşəcək, burada qoxu dəyişikliyi olacaq. Ən yaxşı nəticə, belə deyim də, ən gözəl nəticə məhsulun üzərində markalanmanın olmasıdır. Saxta məhsullar risk yarada bilir. Təbii ki, bu çirklənmə baxımından da ola bilər, saxlama baxımından da ola bilər, məhsulun tərkibindəki kimyəvi dəyişikliklərdən də baş verə bilər. Təbii ki, saxta məhsul dediyimiz kimi hər zaman saxtadır və bunun risk yaratmaq məsələsi daha qabarıqdır.